Müəllimlərin sertifikasiya imtahanı hansı tarixdə keçiriləcək? Həmin tarixlə bağlı rəsmi qurumdan açıqlama gəldi. Gündəm xəbərinin efirində isə 28 aprel tarixidə açıqlamam isə belədir. Bu il sertifikasiyanın sonuncu mərhələsidir və bütün fənn müəllimləri sertifikasiyadan keçib. Bu sözləri Məktəbə Qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bugün keçirilən brifinq zamanı deyib. Eşqi Bağırov bildirib ki, bu ilə qədər 80 mindən çox müəllim sertifikasiyadan keçib və bu il isə ümumilikdə 100 mindən çox müəllim sertifikasiyadan keçmiş olacaq. Agentlik sədri qeyd edib ki, 90 min müəllimin əmək haqqısı diferensial qaydada tənzimlənəcək. Yəni, Məktəbə Qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirir ki, sertifikasiya prosesi isə məhz 17-25 iyun tarixlərində həyata keçiriləcək və biz də öz növbəmizdə sertifikasiyadan keçəcək bütün müəllimlərə uğurlar arzuluyuruq və ümid edirik ki, bu imtahan sizin gələcək həyatınızda, karyeranızda ən möhtəşəm rol oynamış olacaq.